Hadisələr insana mesajlar çatdırır. An Allah insanla danışır. Xoş adamların halına ki, qəbul edirlər Allahdan. Adam günahkarda olar. Allah işarə verəndə səhvini qəbul edirlər. O yaxşı olacaq axırı, mütləq yaxşı olacaq. Bütün cinayətkarlar var, islah olub, yaxşı adam olublar. Təsəvvür edin, biri var idi ki, girmişdi evin hasarından. Uzun hadisədir ki, danışanda adam əsəbləşir bu adamın əlindən ki, bu necə insan imiş. Ev yesidir, heç olmasa qapıdan gəlir, nəsə hasardan girir, günah eləmək istəyir, oğurluq eləmək istəyir. Qayıdıb çıxıb gedəndə, hasarın üstündə oturanda bir ay Quran oxumaq səsi gəlir ki, vaxtı çatmadı mı möminlər Allah qorxusundan qəlbləri titrəsin, elə əli yanına düşür, deyir, çatdı vaxtı. Çatdı vaxtı, o deməklə deyir, həyatı alt üst olur, dəyişir. Fuzeyldir onun adı, eşitmişsiniz onun barəsində. Xoş o adamın halına ki, günahkar da olsa Allahın iradlarını qəbul edir. Allah da iradlarını belə demir ki, Allah hadisələrlə deyib, budur səhvdir. Adam da var, yox, eşidir, eşitməməzliyə vurur. Neynədim, mən falan, hey özünə bəhanə gətirir Allahın müqabilində. Allah hey buna xatırladır, bu hey imtina edir, qəbul eləmək istəmir. O adam ibadət eləyən də olsa axırı xarab olacaq, bu birisi günahkar da olsa axırı yaxşı olacaq. Mütləq yaxşı olacaq.